Ramazan bayramımız mübarek olsun. Elimize, obamıza düşerli olsun. Xeyir, bereket Ramazan bayramının ile üzerinde yazılıb. Qoy hər bir ailəyə, hər bir şəxsimizə bol bol nəsib etsin. Belə də Ramazan bayramı illərin sınağından çıxmış çox müqəddəs bir ritualları, ayinləri üzündə ifadə edir. Bu bayramın elə içində bir ayda biz hər birimiz gözəl günləri, gözəl anıları, öz nəfsimizi, öz içimizi tanımış oluruq və elə bil ki, sanki bir kurs keçirik, təlim məşq keçirik. Bununla da yaşımızın, ağlımızın, ahıl yaşında hər birimizə gözəlliklər bəxş edir. Biz öyrəndiyimiz, mənimsədiyimiz bu dəyərləri bir ömür boyu artıq həyata keçirməyə məhkum oluruq. Belə də izi qoyur, yolu göstərir, təlimi verir və məhz bu məqsədlə də bu bayram çox elimizdə, obamızda ən təqdirə layiq bayramlardandır. Bayramın bir daha da hər birimizə, şəxsimizə, öyrənən, bilən, bunu mənimsəyən dəyərlərini həyata keçirən insanların şəxsən özünə lazımdır. Ona görə də dinimizdə və müqəddəs bayramın öz xüsusi yeri var. Bütün bayramların təbii ki, insanlara xoş ovqat, xoş demək əhval-ruhiyyə bəxş edirsə, Ramazanın bunların içində öz xüsusi çəkisi var. Çünki biz öz içimizdə yolçuluq edirik, özümüzü tanıyırıq, öz potensialımızı üzə çıxardırıq, nəyə qadir olduğumuzu bilirik. Biz həm fiziki varlığıq, həm sosial varlığıq, həm də ruhani dəyərləri paylaşırıq. Bizim ruh halımız həqiqətən ilahi ilə öz vəhdətini təşkil edir. Biz ilahi ilə bütünləşirik. İlahinin yanında, ilahiyə yönələn bütün dəyərlər, bütün gözəllikləri biz sanki ikilikdə ruh halımızda danışmış oluruq. Nə qədər saflaşırıq, nə qədər məsumlaşırıq, nə qədər bu gözəlliklər özü ilə bizlərə ehtiva edir. Ona görə Ramazan bayramı qərinələrlə, əsrlərlə yeni çağımıza qədər gəlib çıxıb və ağ birçəkdən, ağ saqqaldan, məsum körpələrə qədər hər birimizə əlaqədar edir. Ramazan bayramımız mübarək olsun, düşərli olsun. Doğrudan da bir gözəl deyim var ki, biz özümüzü həqiqətən içimizdə dünyanı saxladığımız bu gözəlliklərlə özümüzü kəşf etmiş oluruq. Bəs deyirsən özünü nə sanmısan, oysa küll aləm səndə gizlidir. İnsanın bu fitrəti, xisləti, dəyərləri dərindən dərk olunur. Nə qədər də bu ali bir məqamdır, ali bir dəyərlərdir. Elə bir yüksəkliyə insanları çıxarır ki, insan oradan özünü bir daha da görür. Bir aynə tək, güzgü tək özünün gözəlliklərini fəhm edir, fəhd edir və bununla da bayramın gözəlliyi onunla olur. Odur ki, dəyərli qardaşlar, dəyərli bacılar, hər birimizə bu bayram təbriki ilə, bayram mesajları ilə xoş duyğuları, xoş enerjini paylaşmış oluruq. Yaxşılıq, gözəllik paylaşdıqca çoxalır. Qəm, kədər hər birimizdən uzaq olsun. Onu da paylaşanda azalır. Bayram özü ilə hər bir ailəyə bol-bol sevinclər, bol-bol sağlıq gətirsin. Ruzi, bərəkət, nemət elimizdə, obamızda aşsın, daşsın. Doğrudan da hər evi, hər mənzili, hər ocağı özü ilə tapsın və həqiqətən də o sevinci hər birimizin simamızda hiss edək. Eyni zamanda dövlətimiz əmin-amanlıq içində olsun. Dünya, qlobal aləm bugün bilirik ki, həm mərhəmət, həm ədalət, həm haqq baxımından xeyli sancı yaşayır. Sanki dəngələr pozulur. Ədalət, haqq dediyimiz bir məfhum dünyada bu dəqiqən ən çox gündəm olan aktual mövzulardandır. İnsanlıq sanki məhəbbət bir qıtlığı, mehribançılıq əksikliyi yaşayır. Bu dəngə, bu balans bizdən çox bizi yaradana bəllidir. O hər şeyin fərqindədir. Bizə şah damarımızdan yaxındır. İnanıram ki, ən çətin devirlər hər zaman ağıllı insanları yetişdirir. Ağıllı insanlar çətin devri asanlaşdırır. Asan devirdə təbii ki, yenə də rahatlığın gətirdiyi insanlara biraz boşluq, biraz demək
sərbəstlik verir. Odur ki, indi elə bir devir gəlib, yenə ağıllı insanlar bu hörmət, sayğı, mehribançılıq boşluğunu dolduracaqlar. O şah damarımızdan bizə yaxın olan ilahi ədalət, ilahi tərəzi, o ali məqam bunun hamısının fərqindədir və bu yeni gənclər, yeni nəsillər artıq onlar bunun hamısını özlərində hiss edir, yetişirlər. Bu kimi təlim məşqi, mənəvi, ruhani dəyərləri işlərində mənimsəyirlər. Özlərinə xas, məxsusi, yeni çağın dəyərləri ilə tandem və birlikdə əlaqədar edirlər. Ona görə də biz gələcəyi işıqlı olan yeni nəslin, onların simasında o məsumluğu, səmimiliyi, niyyətin gözəlliyini inşallah dadmış olarıq, görmüş olarıq. Bu da bizlərə, biz orta nəslin nümayəndələrinə daha çox ovqat, xoş əhval-ruhiyyə bəxş edər. Belə də 4 nəslin 100 ildə tərənnüm olduğu nəsillər arası bir münasibətdə uşaqların səmimi, məsum çöhrəsi, səmimiliyi, yaşlıların ağılı bir insanda olarsa nə qədər mükəmməllik olar. Odur ki, yaşlandıqca böyüyən insanlarla səmimiyyəti, uşaq məsumluğunu özündə qazanan bu gözəlliklər bir arada nə qədər arzu olunan bir portretdir. Necə də gözləri oxşayan, xəyallara sığmayan bir gözəllikdir. Bunların hamısı hər kəsə bəxş olsun. Gözəlliklər sizlə olsun. Ramazan bayramı da ona görə artıq bir elin, bir dinin, bir təriqətin, bir inancın çərçivəsindən çıxmış qlobal miqyasda çox aktuallıq qazanıb. Çünki belə bir bayramda insan özünü kəşf etməsi, dəyərlərinə yaxından bələd olması, onu üzə çıxartması və bir ömür boyu haqq ədalət qorumaqla, dəyərləri hər zaman uca tutmaqla, maddi dəyər bir tərəfdə, mənəvi dəyərləri yüksəltməklə bu bayramı bəli, qlobal edir, çərçivələrini genişləndirir, insanlığa xidmət etmiş olur və belə də ümum bəşər, ümum insanlıq, humanistik nöqteyi nəzərindən də çox yerində olan bir bayram ovqatı bəxş edir. Ona görə həm UNESCO-nun, həm BMT-nin, həm qlobal bütün ali orqanların, qurumların diqqətində bu insanlığın fəhdi dərindən dərk olunması heç vaxt yayınmır və əhəmiyyətinə görə, vacib və zəruri dəyərlərinə görə, paylaşılan ritualların, ayinlərin incəliyinə görə, daşıdığı məna yükə görə, onun sətr altı incəliklərinə görə hər zaman təqdir olunandır. Belə də biz inanırıq ki, get-gedə artıq bütün qeyd etdiyim kimi nəsillər arası birliyi, onların verimli, məhsuldar iş birliyini, ağlını, dərrakasını, təcrübəsini, dünya görüşünü, hər birini bir-biri ilə xəmir tək yoğurub ortalığa çıxaracağı arzu olunan o portret daimi simalarda həkk olunsun. Üzümüzdə o nəsimi yeli, bahar yeli tək fərah gətirsin. Hər tərəf təbiət tək gözəlliyi insanların qəlbinə bəxş etsin. Ürəkdən sevinsin, üzünüz gülsün. Ramazan bayramınız bir daha mübarək olsun.